Yahudanın məktubu. 1-ci fəsil. İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yahudadan, Ata Allahın sevdiyi, İsa Məsih üçün qorunmuş olan çağrılanlara salam. Mərhəmət, sülh və məhəbbət sizə bol-bol verilsin. Günah və məhkumiyyət. Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa, sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim. Çünki Allahımızın lütfünü pozğunluq üçün bəhanələrə çevirən, yeganə pərverdigarı, Rəbbimiz İsa Məsihi inkar eləyən bəzi Allahsız adamlar gizlicə aranıza girdilər. Onların mühakiməyə uğrayacaqları çoxdan yazılmışdı. Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misir ölkəsindən xilas eləyən Rəbb, sonra iman eləməyənləri məhv elədi. Öz yüksək mövqələrini saxlamayan, məskunlaşdığı yerləri tərk eləyən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim elədilər. Sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldular. Eyni şəkildə aranıza girən bu röya görənlər də öz cismini murdar eləyir, ağalığı rədd eləyir, ehtişamlı varlıqlara şər atırlar. Hətta baş mələk Mikael də Musanın cəsədi barəsində İblisin əleyhinə çıxıb ona şər söyləyərək hökm verməyə cəsarət eləmədi. Ancaq qoy Rəbb sənə qadağan eləsin, dedi. Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar. Onlar dərrakəsiz heyvanlar kimi qeyri-iradi surətdə nə anlayırlarsa, bunlarla məhv olurlar. Vay onların halına. Çünki onlar Qabilin yolu ilə getdilər. Qazanca görə özlərini Bilamın yalanına düçar elədilər. Qorah kimi üsyan qaldırdıqları üçün həlak oldular. Belə adamlar sizin məhəbbət süfrələrinizi ləkələyirlər. Onlar sizlə birlikdə yeyib-içərək qorxmadan özlərini bəsləyirlər. Bunlar küləklərin tərpətdiyi susuz buludlardır. Payızda meyvə vermədiyi üçün kökündən qoparılmış və 2 dəfə ölmüş ağaclardır. Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalardır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. Adəmlə birlikdə 7-ci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik eləyərək demişdi. Budur, Rəbb saysız hesabsız müqəddəs mələkləri ilə gəldi ki, hər kəsi mühakimə eləsin və Allaha qarşı gördükləri Allahsız işlər və Allahsız günahkarların özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum eləsin. Bu adamlar deyinərək öz talelərindən gileylənirlər. Onlar öz ehtiraslarına uyğun hərəkət eləyirlər. Ağızlarından lovğa sözlər çıxır və öz xeyirlərinə görə yaltaqlanırlar. Xəbərdarlıq və nəsiyyətlər. Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. Onlar sizə dedilər, axır zamanda öz Allahsız ehtiraslarına görə hərəkət eləyən rişxəndçilər ortaya çıxacaq. Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, ruha malik olmayan insanlardır. Sizsə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf elətdirin və müqəddəs ruhun idarəsi ilə dua eləyin. Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək, özünüzü Allah məhəbbətində qoruyun. Şübhə eləyən adamlara qarşı mərhəmətli olun. Başqalarını oddan qaparaq xilas eləyin, digərlərini isə mərhəmət eləyin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə çəkinin. Sizi büdrəməkdən qoruyub, öz izzətli huzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun. Amin.